Xəzər rayonu Mərdəkan qəsəbəsi Rafael Cəfərov küçəsində vəziyyət acınacaqlıdır. Keçən ilin oktyabr ayından bu yana bu ərazidə yeraltı suların səviyyəsinin artması səbəbindən evləri su basıb. Sakinlər bir neçə dəfə aidiyyatı qurumlara müraciət etdiklərini, lakin heç bir tədbir görülmədiyini bildirirlər. Oktyabr ayından bağa girə bilmirik. Quyular hamısı daşır şeydən, qurun suyundan, cəmaət gedib gələ bilmir. Yağış və tulantı sularının yığılması nəticəsində ərazi keçilməz hala düşüb. Sakinlərin gediş-gəlişi mümkünsüz olur, həyətləri yararsız hala düşür, ağaclar və yaşıllıqlar məhv olur, evin təməli zədələnir. Vahid kanalizasiya sisteminin olması səbəbindən məhəllədə böyük gölməçə yaranıb. Sakinlər gediş-gəlişi asanlaşdırmaq üçün özlərinə daşlardan yol düzəldiblər. Lakin bu da problemin həlli deyil. Bu mənzərə tək məhəllədə deyil, evlərin həyətlərində də eynidir. Sakinlər deyir ki, vəziyyət uzun müddətdir belədir və getdikcə daha da pis hal alır. Həyətimizdə bir yaxşısızdır, qurbağaların səsindən, ağacı qanadların şeyindən oturmaq olmur. Müraciət eləmişik, hələ ki bir səs xəbər yoxdur. Xınanın içində biz rezin sapaşki ilə gəzirdik. Buradan keçəndə salafanlarla keçirik ki, ayaqlarımız su olmasın. Adi məktəbə də gələndə məktəbdə corabımız su olur və xəstələnirik. Bağımız bərbad vəziyyətə düşüb. O gündən bu günə su demək olar ki, çəkilmir. 20 santı səviyyəsində saxlayır, hətta padvalara belə dolur. 6 ayda artıq bu su demək olar ki, çəkilmir. Mənim evimdə padval 2 metrə qədər su qalxıb, yəni işıq sistemi də oradan gəlir. Bu dəqiqə işıqsızam mən. Evdə nə iydən, qoxudan, nəmişlikdən oturmaq olmur. Məsələ ilə bağlı İri Şəhərlərin Su Təchizatı Birliyindən bildirildi ki, tullantı su şəbəkəsi olmayan ərazilərdə qurumun sifarişi ilə təchizatın qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb. Şəbəkələrin inşası agentliyin tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır. Günəş Rızayeva, Diana Cəlali, Bəkir Əşmov, Space xəbər.